Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Sertifikasiya 2025 imtahanında olan sual tipinə baxa bir yerdə. Diametr ilə radiusunun cəmi 24 sm olan çevrənin xaricinə çəkilmiş kvadratın perimetrini tapın. Əvvəlcə videonu saxlayın, rəy bölməsinə doğru cavabı yazın, sonra isə izaha baxın. Diametr və radiusun cəmi deyirsə, yazıram diametr üstəgəl radius bərabərdir 24 sm. Sizin bilməli olduğunuz qayda budur ki, çevrənin diametri 2 radiusa bərabərdir. Bunu qayda kimi əvvəldən bilməlisiniz. Diametr 2 radiusdursa, diametrin yerinə 2 radius yazıram. Üstəgəldə 1 radius bərabərdir 24. Yəni bu qaydanı bilməsən sualı yaza bilməyəcəksən. 2 radiusun üstə 1 radius gələndə 3 radius edir. 3 radius əgər 24 sm-dirsə, radius bərabər 24-ü 3-ə bölürəm, 8 sm. İndi isə çevrənin xaricinə kvadrat çəkilib. Yəni bu kvadratın daxilinə çevrə çəkməklə çevrənin xaricinə kvadrat çəkmək eyni anlayışdır. Sözlərin ardıcıllığı dəyişir sadəcə. İndi çevrənin xaricində kvadrat var. Əgər bunun radiusu 8-dirsə, növbəti bir qayda biliyimiz ortaya qoyuruq ki, radius 8-dirsə, bunun xaricindəki çevrənin tərəfi 16 sm olur. 16 sm. Niyə ay Səməddin müəllim? Çünki kvadrat daxilinə çəkilmiş çevrənin radiusu tərəfin yarısıdır. Tərəfin yarısıdırsa, deməli, tərəf onun 2 misli 16-dır. İndi bunun perimetrini istəyir. P bərabərdir 4 vurulsun 16 sm, elədi 64 sm. Cavabların heç birində 64 sm yoxdur. Deməli, mən məcburam nə etməyə? Çevirməyə. Santimetrlə yoxdur, bir dəfə desimetrlə yoxlayacağım. Olmayacaq metrlə yoxlayacağım. İndi sual verərsin, hardan bilim məndən nə ilə istəyir? Variantlardan sadəcə biri bizim cavabımıza uyğundur. Bax, 64 sm A deyil ki, deyil. 64 sm B deyil ki, deyil. Bunu desimetrlə verib. 6,4 desimetr. Mən santimetri desimetrə çevirsəm 10-a bölməliyəm və bu da eləyir 6,4 desimetr. Həqiqətən də doğru cavabımız C variantına bərabərdir. Niyə 10-a böldük? Çünki 1 desimetr 10 santimetrdir. Kiçikdən böyüyə keçəndə bölmə əməliyyatı yerinə yetiririk. Bu isə 6,4 santimetrdir, səhvdir. 64 metrdə siz 100-ə vursanız 6400 santimetrdir. Ona görə doğru cavabımız olacaq C variantına bərabər.